Salam. Hər bir kəsi salamlayıram. Hər bir vaxtınız xeyirli, uğurlu olsun. Bugünkü açılımımız bu yöndən olacaq. Bu sırf psixoloji dəstək bir kartdır. Bugünkü açılımımız ondan ibarət olacaq ki, problemlərdən, sıxıntılardan, borculardan, söz-söhbətlərdən, yəni belə deyim də, başım bir türlü problemlərdən qurtulmur. İnşallah ki, qurtulsun. Amma yəni belə bir şəxslər də var ki, problem üstünə problem çəkir sanki. O yönlü bir açılım olacaq. Belə deyək də. Adınız, yaşınız, ana adınız, ürəyinizdən niyyət eləyirsiniz. Ürəyinizdən keçirdirsiniz. Belə deyək. İlk öncə onu da yadınıza salın. İlk öncə deyəndə yadınıza salın ki, videonu bəyənək, paylaşaq. Zəhmət olmasa rəy yazaq ki, enerjimiz qarşılıqlı olsun. Birinci dəstə, ikinci dəstə, iki dəstəmiz var. Birinci dəstə və ikinci dəstə. Bu birinci dəstədir, bu üç dəstə, bu ikinci dəstəmizdir. Üç dəstə kart deməli. İndi başlayaq birinci dəstədən. Birinci dəstəni seçənlər, baxın, mən sizə belə deyim də, burada birinci dəstə bizə verir ki, dairəvi şəkildə fırlanan bir adam. Yəni, eyni problemlər, eyni insanlarla yaşayırsan, eyni içində olan suallar, yəni daxili bir tıxanma içində görürəm də, yəni keçmişindən qurtula bilmirsən, keçmiş halınızdan qurtula bilmirsən, sanki nə edirsən, təzədən eyni nöqtəyə qayıdırsan, təkrar eyni yerlərə qayıdırsan, təkrar eyni yerlərə qayıdırsan. Əlində çıraq tutan, bax, bu çıraq tutub yola çıxan bir insan görürəm. Yəni, burada sən öz yolunu işıqlandırmağa çalışırsan. Addım atırsan, amma heç nədən bir qarşılıq almırsan da. Yəni, səndə necə deyim, sizin özünüzdə, belə deyim də, özünüzü anlama arzusu var. Psixoloji yorğunluq ola bilər ki, mən sizə görərəm və yaxud da deyə bilərəm ki, bax, niyə bunlar başıma gəlir deyə axtarışındasan. Və mən sizə deyərdim ki, burada bilirsiniz, ola bilər ki, sən problemin artıq real dünyada yaşamırsan da. Yəni, problemi öz içində yaşayırsan. Başa düşdün, dəyişmək istəyirsən, amma nədən başlayacağını bilmirsən, necə başlayacağını bilmirsən. Yəni, sizin enerjiniz çox açıqdır. Yəni, mən deyərdim ki, başqalarının yükünü çəkə bilərsiniz. Həm düşüncələr, həm keçmişin qorxuları, həm də keçmişlə yaşayırsınız, gələcəyin qorxuları, nə olardı ki, filan vaxtda filan sözü niyə demədim, filan vaxtda niyə bu sözü işlətmədim. Başa düşdünüz, bax, belə bir yöndə görürəm mən sizi. Amma yəni bu kartlar verir ki, yəni gizli bir işıq göstərir də, yəni sizin üçün yəni deyir ki, siz problemdə deyilsən, sadəcə onun içindən keçirsən və bunlar sizin həyatınızda qalıcı deyil. Siz bu problemlərdən, bu sıxıntılardan mütləq ki, keçəcəksiniz. 4 həftə, 4 aya. İkinci dəstəni seçənlər, mən sizə deyərdim ki, siz çox belə başqalarının fikirlərini çox önəmsiyirsiniz də. Yəni, bilirsiniz necə? Mən sizə deyərdim ki, ola bilər ki, bir məsələ yəni artıq çox uzanıb və siz ondan çıxış yolunu görmürsünüz də. Yəni, başa düşdün, yəni özünüzü hələ də tələdəmi deyim, hiss edirsiniz, özünüzü necə deyim, artıq burada özünüzü tükətdiniz, aşırı verici oldunuz. Yəni, bu münasibət içində də ola bilər. Ya siz çox xeyirxah insansınız, ya siz çox kömək sevər insansınız, ya hər kəsin, necə deyim, dərdinə çarə tapmağa çalışırsınız, amma öz dərdinizə bir çarə yoxdur da. Yəni, hər kəsə çox yaxşısınız, amma özünüzə gələndə, özünüzə lazım olanda heç nə yoxdur da. Və mən sizə deyərdim ki, ikinci dəstəni seçənlər, hədəflərinizi, məqsədlərinizi dəyişdirə bilərsiniz. Başa düşdünüz, yəni, ola bilər ki, əlinizdə zamanında, vaxtında gözəl bir fürsətlər düşüb, siz onu əlinizin tərsinə itmişsiniz. Hər şeyə doğru biraz narazıçılıq vermişsiniz. Yəni, sanki burada başqalarının mesajını, başqalarının sözünü daha çox önəmsiyirsiniz, daha çox önəmə alırsınız. Yəni, sənin başınıza, yəni sizin başınıza üzr istəyirəm, gələnlər təsadüfi deyil də. Yəni, həyat sənə deyir ki, qurtulmaq üçün əvvəlcə özünə etiraflar elə, özünü biraz dəyiş. Başa düşdün? Yəni, güc sizin özünüzün içindədir də, yəni. Sən onun başqalarında axtarma. Sadəcə ola bilərsən necə, yəni, belə ola bilər ki, yəni, başqalarının fikirlərinə çox ehtiyac duyan birisiniz. Yəni, başqalarının fikirlərinə ehtiyac duymayın. Yəni, nə etmək istəyirsinizsə, onu da eləyin. Yəni, ayağa qalxın, onu da eləyin, yəni. Amma, yəni, çox məsləhət alırsınız. Çox belə, necə deyim, ağıl alırsınız, fikir alırsınız. Yəni, nə bilim, başqalarının fikri məncə sizin üçün daha çox önəmlidir. Öz fikrinizlə yaşamırsınız. Başqalarının fikri sizin üçün daha çox önəmlidir. İkinci dəstəni seçənlər.